Bəli, bugün də əslində mənim televiziya xidmətim var. Bugün bir çox televiziya, hətta belə deyək, Azərbaycan televiziyasından tutmuş, AzTV-dən tutmuş, baxmayaraq onların akademiyası var, o akademiyanın bir çox tələbəsi mənim indi tələbəmdir. Yəni mənim yanımda bugün mən hələ də televiziya xidmət edirəm. Ora nə qədər kadrlar yetişdirirəm. Bir çoxu xahiş edir ki, Rədə xanım bilməsin. Deyirəm, eyb yoxdur. Sən də ki, yetiş, mənim adım olması da olar. Sən bilirsən, mən bilirəm, Allah bilir, o bizə bəsdir. Məsələ burasındadır ki, mən indi hətta oradakindən çox qat-qat çox da yaxşı qazanıram. Əslində belə deyək ki, hər bir böhran qazancdır. Mən yenə də pulumu qazanıram, öz istedadımın çörəyini yeyirəm, mən yenə də tək deyiləm. Amma məsələ burasındadır ki, problem nədədir? Problem ondadır ki, biz itirmirik. İtirən televiziyadır. Siz itirirsiniz. Yəni, bugün mən, belə deyək, belə məsələlərdə çalışırlar, çağırırlar, fikrimizi soruşurlar. Amma mükafat, ad, medal gələndə bilinmir kimlərdir. Bir dəfə sənə zəng edib, bir dəfə deməzlər ki, bir dənə də gəl, sənə bir gül verək. Məsələ burasındadır ki, siz televiziya mütəxəssisi deyəndə bizi çağırırsınız. Amma onlar televiziya mütəxəssisi deyəndə başqalarına medal verirlər. Burada medal davası döymürəm. Real faktı deyirəm. Yəni qiymətləndirmə televiziyada çox vacib bir şeydir. Medalını verdilərmi sizə? Yəni əksər mənə heç vaxt medal verməyiblər. Mənim heç dəyim yoxdur. Heç əslində həqiqətən bunun üçün heç bir şikayət mesajı da bugünə qədər yazmamışam. Düşünürəm ki, məni bugün siz çağırırsınızsa, bax budur medal. Deməli bu işin biricisini siz görürsünüz ki, bu işi bilən adam budur. Bax medal elə budur mənim üçün.